Xocalı işğal olunanda mənim 11 yaşım var idi. Mən balaca uşaq idim. Balaca uşağın necə xatirəsində qalıbsa, acınacaqlı bir günlər idi. Yəni xatirələr çox acıdır. Bugünkü günümüz üçün prezidentimizə böyük minnətdarlığımızı bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların qanı canı bahasına bugün biz buradayıq. Burada olduğumuzdan da çox fərəh duyuruq, şad oluruq. Arzum idi Qarabağda çalışmaq, yəni öz torpağımda fəaliyyət göstərmək, öz işimlə məşğul olmaq, öz işimi icra eləmək. Mən də onun üçün Qarabağ regional məşğulluğa müraciət elədim. O regional məşğulluq məni yönləndirdi Azərqaz İstehsalat Birliyinə. Orada da mənimlə imtahan götürdülər və məni qaynaqçı kimi işə qəbul elədilər. Hal-hazırda Azərqazda Xankəndi Qaz İdarəsinin qaynaqçı vəzifəsində işləyirəm. İşimdən çox razıyam, çox da qürur duyucu bir haldır ki, mən elə o işi burada işləyirəm. Hal-hazırda durduğumuz binanın elə köçəcək insanların qaz təchizatını təmin eləmək üçün burada işlər görülür. Yəni orada işləyirik.